Sxemdə göstərilən hava kütləsində hansı dəyişiklik baş verməz? Sxemdə dəniz sahilində dağ göstərilmişdir. Dağın dəniz tərəfdən qalxan hava burada yaradan atmosfer hadisələri aşağıdakılardır. Doyma həddinə çata bilər. Bəli, burada hava temperaturu aşağı düşdükcə havada olan buxar doyma həddinə çata bilər. A variantı doğru ifadə olduğuna görə testin cavabı ola bilməz. Yağıntı verə bilər. Havanın temperaturu aşağı düşdükcə nisbi rütubət qalxır və yağıntı vermə ehtimalı artır. Ona görə də B variantı testin tələbinə uyğun deyil. Temperaturu aşağı düşər. Temperatur burada aşağı düşər çünki termik pillərin qanuna uyğunluğuna görə dağın ətəyindən zirvəyə doğru temperatur hər 100 metrdə 0,6 dərəcə aşağı düşməsini biz bilirik. Ona görə də C variantı da doğru deyil. Mütləq rütubətliyi artar. Bu cavab test tapşırığının doğru cavabı hesab oluna bilər. Çünki sxemdə verilən hadisədə mütləq rütubətlik nə artar, nə də azalır. Ona görə də test tapşırığının doğru cavabı D variantıdır.